Həqiqətən də bu ev çox ucuz təklif olunur. Bayaqdan baxıb fikirləşirəm ki, bu ev satışda qalacaq görəsən. Yox, qalmayacaq. Ona görə də öncədən çəkib göstərəm. Evdə təmizlik işlər gedir. Bunlardakı artıq şeylər də yığışdırılacaq. Buna təmizliyə görə üzr istəyirəm. Evimizin üz görünüşünü görürsünüz. Qubçalı evdir, dövlət ipotekasına da yararlıdır. Həyətinə 2 maşın daxil olur. Bu gün satışda, bu genişlikdə həyət, bu qiymətə mümkün deyil. Hələ mendirim də olacaq. Hündür zirzəmiyə malikdir. Cütdaşdan inşa olunmuş ev dəyərli izləyicilər. Evin yan tərəfi də, ön tərəfi də yoldur. Həqiqətən qiymətini izləyənlər haqqını verən. Yerdən kürsüyə şahidsiniz. Bütün kamyonlar var. Sayğaclar quraşdırılıb tam hazır şəkildə altısına təhvil veriləcək. Dövlət ipotekasına dediyim kimi yararlıdır. Keçək evimizin iç sahəsinin təqdimatına. Çöldə sadəcə buna təmizlənəcək. İçərisində isə qapıların quraşdırılması və elektrik qovşaqlarının üzlərinin bağlanması qalıb. Bölgü dəhliz vasitəsindən aparılıb. Həqiqətən çox səliqəli evdir. Mən bəyəndiyim evlər heç vaxt satışda qalmır. Mətbəxdir gördüyünüz kimi. Bütün kamyonlar mətbəxdə mövcuddur. Bütün xəttlər çəkilir mətbəxə. Burada yerləşir qonaq otağı. Geniş hündür tavana malik qonaq otağı var. Şəbəkə pəncərə həyət yanı sahəsinə baxıb marşrut xəttinə yaxın. Baxın, evdə elektrik qapağında istifadə etməmişəm. İşıqlı olduğunu özünüz şahid olursunuz. Yəni ki, işıqlı ev istəyirsənsə, keyfiyyətli ev istəyirsənsə, gəl bu evə sahib ol. Daş tikilidir, kərpis deyil. Daş tikili axtaranlar tez müraciət edin. Həqiqətən bu ev satışda qalmayacaq. 051 635 1797 nömrəmizdə əlaqə saxlayıb bu evə sahib olun. Yerləşmə yeri Abşeron rayonu Masazır qəsəbəsi 569 nömrəli marşrut xəttinə 250 metr məsafədə, start və qiyməti 59.000 manat, müştərilərdən təbii ki, razılaşmaq olacaq. Səhifədə evlərimiz çoxdur. Əgər ən ucuz, ən keyfiyyətli ev axtarırsınızsa, bizdən əlaqə saxlayın. Qiymətlər hamıdan fərqli olaraq bizim səhifədədir. İzlədiyiniz üçün bir daha hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.